Xaxsaç səsini eşitdi. Xilas olduq, ustad xecedi. Kefi açılsın deyə əlavə elədim. Amma Xaxsaç səni əvvəlcə xeyli qışqırdı. Gülümsədi. Zəif səslə dedi. Yem istəyən bülbülün yemini gec verərlər ki, biraz çox oxusun. Əlini qaldırdı ki, əlimi sıxsın. Əlindən öpdüm. Gözləri ilə vidalaşdı. Bir qədər aralıda olan fağılın baş tərəfində diz çöktüm. Huşsuz yatırdı. Onun da əlindən öpəndə bədəninin soymağa başladığını hiss etdim. Qəhərləndim. Qalxıb məni çıxışda gözləyən bu qələminin yanına getdim. Xortdan xala tələsik gəldi və mənə bir şey uzatdı. Canavar dişidir, as boynundan, sözün keçərli olar. Bu qələmin, sən də bunu al. Eşəmi görsən ona verərsən. Bu qələmin incə işlənmiş əlvan çoban yastığı formalı medalyonu diqqətlə gözdən keçirdi. Olsun Xortdan xala, Zümrüyə də, eşəmə də nəsə ver, amma mənə yox. Xortdan xala, sus, utanmırsan paxıllıq edirsən. Yol üçün yemək hazırlayıb verəndə təşəkkür eləmədin heç. Bu qələmin Xortdan xalanı qucaqladı. İkisi də kövrəlmişdi. Ana bala kimi görünürdülər. Xortdan xala dedi. Gedin, ləngiməyin, vaxt itirmək olmaz. Ovunuz uğurlu olsun. Çölə çıxdıq. Qırmızı yallı qara atım yaxşı görünürdü. Sanki yağış, külək və soyuq onu yormamışdı. Atımıza dəhmərlədik. Yolda əvvəlki həyatımı düşündüm. Ətrafımda alov, ateş, qundar, gerlad kimilər vardı. Sonra yeni insanlar tanıdım ki, məni dəyişməyə vadar etdilər. Fedaq, Claudius, Nikolun oğlu. İndi isə tamam fərqli insanların içindəydim. Zenaya ayrılanda demişdim ki, hələ tam döyüşə girməmişik. Mütləq qayıdacaq. Amma bəlkə də üstündə elə Taskabarnalın içindəcə döyüşüb işi bitirəcəkdik. Yarım saat getmişdik ki, bu qələmin dayanmaq əmri verdi. Hamı atdan düşdü. Bu qələmin yanıma gəlib astaca dedi. Burada bizimkilərlə görüşüb, axırıncı dəfə məsləhətləşib yola çıxacaq. Özümü hələ də rəhbər kimi aparıram, amma plan pozulmasın deyə belə edirəm. Bu hücum bitsin, Xasfağan durların qarşısında səni müjdələnmiş elan edib tabi olacağam. Sən get indilik, meydanda görüşərik. Katlardan biri çığırdı. Gələn var. Özünü yetirən atlı cəld yəhərdən atılıb bu qələminin yanına gəldi. Rahat ol, yad adam deyil yanımdakı, sözünü de, əmr etdi. Gələn adam üzümə baxdı, sonra dönüb dedi. Əminsən bu qələmin, bu alovun yetirməsi Business Cross'dur. Bu qələmin biraz ruxsa da dedi. Hə, arxayınam, sözünü de. Şəhər mühafizəçiləri 5 istiqamətdə yola düşdülər. Çox gözəl. Ovunuz uğurlu olsun. Şəfəqdə görüşərik dedim. Onlardan ayrılıb həmişəki kimi sağlam olmağımdan həzz alaraq Fedağın ziyarətgahına doğru çapdım. Hər şeyin başladığı həmin daxmaya tərəf. Ora mənə necə də doğma gəlirdi. Oradakılar mənə necə də doğma idi. Faniliyinə inanmağın çətin olduğu qədər zəhmli görünən Ülön, gözləri parlayan cəld İltığın, sədaqətli Jinjak, vüqarlı və heybətli Kem, iti baxışlı, uzun boylu Jelkosik oradaydılar. Qəbilədə isə izzətli Dur xanım gözləyirdi. Bir də Zena. Ay kimi parlaq ağ üzü. Hər hərəkəti bulaqdan axan su kimi incə və zərif olan, səsi yaz yaxşının xoş şırıltısını andıran, məsum baxışlı, bəzən hüzünlü nəzərləri ürək yandıran, bəzən şad baxıb qəlbi titrədən Zena. Bu düşüncələr beynimi nə qədər məşğul etmişdisə, bir də baxdım ki, Fedağın daxmasının yaxınlığındayam. Jinjak və Kem gecə növbəsindəydilər. Mən də birinci onlar qarşıladılar. Atdan düşüb yüyəni Jinjaka verdim. Kem soruşdu. Hər şey yolundadır Zümrüyə. Mən dodağımı dişləyib başımı azca yellədim. Fağılın vəziyyəti heç yaxşı deyil. Xecedi çox qan itirib. Burada işlər necədir? Yağış və külək zərər vermədi? Yox, hər şey yolundadır. Səsə oyanan Ülönlə İltığın da gəldilər.
Şəfəqdə Mextegilə hücum edirik, dedim. İltiğin, ümid varmı? Soruşdu. Ümid həmişə var, dedim. Faqılla Xecedi, Zeti Klağdan olan bir qadının yanındadırlar. İltiğin, aydındır, dedi. Ülön hamımızı süzüb astaca dedi. Biraz dincəl Zümrəyə. Kem dan sökülməmiş hamını oyatsın ki, hazırlaşıb hücuma qoşulaq. Elə deyir Zümrəyə. Başımla təsdiqlədim. Yorğun olduğumdan başqa heç nə demədən yatmağa yer axtardım. Daxma dolu idi. Çöldə hardansa çadır tapıb qurmuşdular. Çadıra girdim və keçən gecə mənə xəncər çəkən döyüşçünün yanında rahatca yuxuya getdim. Tem, Jağımta isik feğ nidalarına ayıldım. Bir qədər sonra hamı dizləri yerdə daxili dünyasına qərq olmuşdu. Ölümə doğru gedəcəkdik. Bəlkə də son dəqiqələrimizi yaşayırdıq. Ölüm sanki yanımızda durub qurbanlarını seçirdi. İltiğinlə Ülön biraz yemək gətirib yanımda oturdular. İltiğin həyəcanlı görünürdü. Ülön isə çox sakit idi. Yeməyə başladıq. İltiğin soruşdu. Xasfağan Dur lideri ilə görüşdünüz? Onu tanıyırsan? İltiğin gülümsədi. Əjdahanı deyirsən, ya da bu qalamın. Yaxşı oğlandır. 1 ildən çoxdur, təriqət başçısıdır. Gələcəyi parlaqdır. Əgər uzun yaşasa. Yersiz zarafatlar edir bəzən. Atamla, səninlə zarafatlar etməyib? Hiss elədim ki, Faqıl haqqında söz olmağa çalışır. Söhbət dəyişmək üçün dedim. Xasfağan Dur katları hamısı şəhərdən çıxıb. Kəndlərdə qarışıqlıq salıb, şəhər atlılarını kəndlərə çəkiblər. Şəhərin girişində adamları var. Şəfəq vaxtı at üstündə şəhərə girib Mextegilə qədər hücum edəcəklər. Biz də onlara qoşulacağıq. Cekkelin yerinə Andrey keçməlidir. Plana görə. Andrey bizə tabe olacaq, amma əhaliyə hələlik bunu bildirməyəcəyik. Ülən soruşdu. Üstündən nə xəbər var? Təəssüf ki, heç nə. Üstünü nəzərə almadan döyüşə girişmək məni də narahat edir. Amma plan elə qurulub ki, dayandırmaq mümkün deyil. Əlimizdən gələni etməliyik. Say üstünlüyümüz də yoxdur, İltiğin dedi. Etkilərimiz çox ola bilər. Çətin olacaq. İltiğin, kitabdan bir cümlə oxuyacağam. Sən də tərcümə edəcəksən. Yaxşımı? Əlbəttə, gənc razılaşdı. Kitabı açdım. Zefej im ekipadı mi kat zere talıq. Unut atam kat zere dağ-jim atıq. Claudius bu cümləni lap məni susturmaq üçün yazıb ki, İltiğin güldü. Deyir ki, döyüşün nəticəsini kat sayı yox, inananların sayı müəyyənləşdirir. Başımla təsdiqlədim. Ülön əlavə elədi. Qələbəyə inanmayan 1000 katdansa, inanan 100 katla döyüşmək daha yaxşıdır. Ətrafa göz gəzdirdim. Hamı hazır idi. Ayağa qalxdım. Və yenicə oxuduğum cümləni Kuron dilində ucadan təkrarladım. Sözlərim məmnuniyyətlə qarşılandı. İltiğin uca səslə dedi. Arxandayıq Zümrəyə, arxandayıq Zümrəyə. Hamı bu sözləri şüar kimi bir neçə dəfə təkrarladı.